Bu kartofa baxıb bilirsiniz də yadıma düşdü. Çoxlarınız xatırlamaz, amma Vilayət Eyvazov dəqiq xatırlayar. Bu gözü ilə görən oğraş Vilayət Eyvazov o vaxt polis olmamışdan qabaq Naxçıvan bazarında kartof satan işləyirmiş. Deməli bu oğraş kartof sata-sata, təsəvvür eləyin, bazarda işverən kimi də işləyirmiş. Oğraşlıq eləyirdi. Vilayət Eyvazov o qədər işverənlik eləyirdi ki, axırda o polis rəisi bunu dəvət eləyib polis bölməsinə və deyib ki, səndən yaxşı işverən, səndən yaxşı oğraş çıxar. Gəl bu kartof biznesini qoy kənara, polis işlə. Və o vaxtdan Vilayət Eyvazov polis sistemindədir. İndi bu İlham Əliyev də bax belə oğraşları, kartof satanları demirəm ha, oğraşları gətirib qoyub nazir. Ona görə də bugün polis sistemində normal polis yoxdur. Hamısı oğraşdır. Niyə? Çünki Vilayət Eyvazov öz oğraşdır.